Salam, bu videomda sizlərlə diqqət etmək feilini ingilis dilində müxtəlif situasiyalarda necə istifadə edəcəyinizlə bağlı paylaşım edəcəm. Diqqət etmək, sözlərinə diqqət et, səs tonuna diqqət et, yeməyinə diqqət et. Bu cümlələrdə diqqət etmək feilini necə qeyd edə bilərik? Watch, sadəcə watch sözünü sözlərin əvvəlinə əlavə etməklə cümləmizi qura bilərik. Sözlərinə diqqət et. Watch your mouse, watch your language. Sözlərinə diqqət et, watch your language və yaxud da watch your mouse. Səs tonuna diqqət et, watch your tone, watch your tone. Səs tonuna diqqət et. Watch your head, başına diqqət et. Watch your head, başına diqqət et. Daha sonra demək istəsəm ki, arxana diqqət et. Watch your back, watch your back, arxana diqqət et. Bu qədər. Sadəcə sözlərimizin qarşısına watch əlavə etməklə biz cümlələrimizi qura bilərik. Və sizlər üçün bir cümlə, attığın addıma diqqət et. Kim bunu tərcümə edə bilsə, kommentlərdə yazar.